Yuxunuz necədir? Yuxum da yoxdur, yuxu dərmanı yatıram. Elə bəla oradadır da. Mən neçə illərdir ki, yuxu dərmanı yatıram da özüm o vaxtı döyüşdə miniyə düşmüşəm. Elə onların da ağırlaşma fəsadı olaraq narahat. Çox sağ olun sualınıza görə minnətdarım. Yəni o dediyiniz görsəniz anamnez toplayanda aydın olur ki, təbii ki o şəraitdə olan gərginliklər bugün özünü göstərir və başda səs əmələ gəlir. Mütləq orada başda səs verə biləcək çox faktorlar var. Birinci dediyiniz faktordur, psixoloji faktordur. Sonra orada elementlərin çatışmamazlığı ola bilər qanda və yaxud da ki, hər hansı bir iltihab prosesi ola bilər və yaxud da ki, digər xəstəliklər nəticəsində də o problemlər yarana bilər. Yəni, başda səs, bəzi adamlarda başda gicəllənmə, hətta miqrendə. Miqrendə insanlar bilir ki, baş ağrısı olmalıdır. Belə miqren var, orada baş ağrısı olur, baş gicəllənmə olur, başda səs olur. Mənim telefon nömrəm, bu gördükləri mənim telefon nömrələrimdə əlaqə saxla mənimlə. Nə imkan var, kömək eləyəcəm sizə.